Mexanaçı Samirə, mənim kimi 3 diplomlu, 3 diplomlu müğənniyə də qadağa qoyulursa, Samirəyə də qadağa qoyulub efirlərdə. Lap gülməyim gəldi. Niyə? Mexanaçı Samirə Yusuf qıza adının efir qadağası qoyulan müğənnilər siyasına yer almasına münasibət bildirib. Bəli, istinad edirəm bizim media, o özü də bizim media danışıb. O qızı Fərəhin və öz adının xəbərdə yayılması ilə bağlı bunları söyləyib. Fərəhi başa düşdük. Fərəhə qadağa qoyula bilər. Bəs Samirəyə niyə? Samirə indinin, bugünün, dünənin müğənnisi, ifaçısı deyil. İllərdir bu adam səhnədədir. İllərdir öz mahnılarla, ifasıyla həmişə yaddaşlarda qalıb, sevilib. İndi Fərəhi başa düşdük. Bu peşəkar ifaçıdır axı bizim Samirə xanım, Mexanaçı Samirə. Nəyə əsaslanıblar? Bu rəsmi deyil, nə etmək istəyirlər? Efirdə bütün müğənnilərə qadağa qoyulursa, bəs nə göstəriləcək? Qızın özü bilər, o özünə cavab deyir. Mənim elə bir qalmaqalım yoxdur. Ali savadlı müğənniyəm, illərin sənətkarıyam, bu sənətə can qoymuşam. Samirə xanım deyib. Mənə də qadağa qoyulursa, Allah can sağlığı versin. Azərbaycan musiqisini bilirəm, konservatoriyanı, Azər Zeynal adına musiqi kollecini bitirmişəm. Samirə xanım deyib, fortepiano diplomum var. 3 diplomlu müğənniyəm və mənə qadağa qoyulursa, efirə bozbaşları çağırsınlar. Mənim xəbərim yoxdur. Məlumat almağa çalışacağım. Yenə də deyirəm, Samirə xanıma niyə qadağa qoyulur? Samirə xanım illərin oxuyanıdır. Əzizim Samirə xanım, düzdür, mən Fərihlə bağlı nələrsə ifadələr işlətmişəm, demişəm, sizə bir çağırış etmişəm, amma siz doğrudan da peşəkarsınız. Siz indi görünmürsünüz axı efirdə. Siz illərdir efirdəsiniz və sizin oxuduğunuz elə xalq mahnıları da, elə bəstəkar mahnıları da hər birisi çox maraqla səslənib və maraqla da sevilib.